Qədirxum günü çox mühüm gündür. Yaxşı keçirdin o günü. Çox böyük bayramdır. Peyğəmbər buyurur ki, bunları inşallah qulaq asın. Bir həftə içində tez qabaqcılarla dedim ki, bunları paylaşarsınız. Qoy eşitsin cəmaat, o günü bayram eləsin. Əməllərini də sizə deyirəm Qədirxumun. Buyurur Peyğəmbərimiz ki, ümmətimin ən fəzilətli bayramıdır, ən üstün bayramıdır. O gündür ki, Allahın Rəsulü təyin elədi Əleyhisselamın imamətini həmən günü. O gün din kamilləşdi. Allah neməti o gün tamamladı və Allah dindən o gün razı qaldı. Bax bu dindən. Yaxşı, bu bir söz. O gün əməllərindən biri oruç tutmaqdır. Oruç tutmaq. Hədis İmam Sadiqdəndir. Kim o günü oruç tutsa, bərabərdir nəyə? Elə bir bütün ömrünü oruç tutmusan. Bütün ömrünü oruç tutmusan, 70 il yaşayacaqsa 70 il oruç tutmusan. O bir günə həmən o 70 illəri verərlər. Bu bir məsələ. Buyurur ki, o günün orucu bərabərdir 60 ilin günahının kəffarəsinə. Bu qədər gücü, qüdrəti var. Bağışlanmaq istəyənlər o gün orucundan möhkəm tutsunlar. O gün orucu. Bu iki. Yaxşı. O günün əməlləri. O gün əməllərindən deyəcəm sönüyüm. Amma savabını sizə deyirəm. Əgər bir insan o günü bir iş görə, İmam Sadiq Aleyhisselam'dır. Nandır hədis. Buyurur ki, Ya'dilul əməl fi 80 şəhra. O günün bir əməli 80 ayın əməlinə bərabərdir. 80 ay. Bu bir məsələ. O günün əməllərindən biri nədir? İt'am eləməkdir, yedirtməkdir. Süfrə açasan, qonaqlıq verəsiz. Hədisdə var, mən ətəmə mu'minən. Kim bir nəfər bir süfrə açar, bir yığa, Allah dostlarını bir yerə. Əleyhisselam sevdalılarını bir yerə, əhl-i beyt sevərləri, iman əhlini bir yerə. Elə bir süfrə açıb 124 Peyğəmbərin hamısı orada əyləşir. Əgər kim sizə 124 Peyğəmbəri qonaq eləsin, bismillah, buyurun, o gün Qədirxum bir süfrə aça bilərsiniz, süfrələr açın. Niyə bunu tapşırıblar? Xüsusi bayram abu-havası yanansın. Cəmaat o günü bayram kimi hiss eləsin. Və mən İmam Rızanın da sözünü deyirəm sizə. İmam Rıza özü o tuzda olanda bayram kimi keçirirdi. İnsanlara hədiyyə verirdi. Hədiyyə verir, bilirsiniz, hədiyyələr də verin. Və İmam Rızanın tapşırıqları deyir, xoş üzlə bir-birinizlə görüşün. Dostlar, qardaşlar biri digərini, xanımlar biri digərini ağuşuna alsın, bağrına sıxsın. Qardaşlar biri digərini öpsün, xoş üzlə görüşsün, bir-birinə təbrik desin. Danışanda bir-birinə təbəssümlə danışsın. Hətta hədiyyə almaq istəyirsə ailəvizə, yaxşı gündə imamımıza tapşır, ailəvizə, balalarınıza hədiyyə alın, süfrə açın ailəvizə. Ailəvizlə oturun. Hətta şairlərə deyir, şeir yazın, Əleyhisselam mədh eləyin, şairlər eşitsin məni. Qədirxum günü inşallah Əleyhisselamın bir mədh edələ bir şeir yazın. Və o günün əməlləri də bu qədər inşallah. Məni dua eləyin. Mən sizə dua eləyirəm də mən bugün o nəfsin tuğyanını saxladım ki, biraz Əmirül-Möminindən danışım ki, bir neçə gün bu yayılsın ki, dostlarından xahiş elə bu mövzuları yayın ki, qoy eşitsinlər və bayram bir abu havası yaransın Qədirxumda, Qədirxum günündə.